Xəbər axşamı ikinci saatı ilə davam edir və mövzumuzu müzakirə edəcəyik. Lakin mövzumuzu elan etməzdən qabaq istərdim ki, qısaca giriş verim. Belə ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti olduğunu bir daha nümayiş etdirdi. O, torpaqlarını işğaldan azad etməklə bölgəyə sülh, təhlükəsizlik, əməkdaşlıq və rifah gətirdi. Ermənistanla sülhün əldə edilməsi bununla bağlı artıq paraflanmış sazişin mətni, iki ölkə arasında normallaşma prosesi rəsmi Bakının təşəbbüsü ilə reallaşır və indi isə o qonşu ölkəyə yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bu, Azərbaycanın özünə güvənindən irəli gəlir. O, qarşı tərəfin oxşar addım atmasını gözləmədən kommunikasiya xəttini heç bir əlavə müdaxilə, xarici təşəbbüs olmadan açıb, rəsmi Bakının bu addımı Cənubi Qafqazda sülh və əməkdaşlığa xidmət edir və Azərbaycan bununla öz gücünə arxayınlıq göstərib. Çünki Ermənistan kommunikasiya xəttlərinin açılması məsələsində uzun müddətdir ki, gah şimala, gah cənuba baxırdı və Bakı tranzit məhdudiyyətlərini aradan qaldırmaqla rəsmi İrəvanı bu tərəddüdlərdən də xilas edib. Bu, həm də Ermənistana yeni yolun açılmasının başlanğıcıdır və ölkələr arasında etimad mühitinin inkişafına yardım edəcək və bütün bunlar rəsmi Bakının tranzit yük daşımalara dair layihələrə marağının göstəricisidir. Mövzunu millət vəkili Elçin Mirzəbəyli və siyasi şərhçi Azər Həsrətlə davam etdirəcək. Xoş gəlmişsiniz. Xoş gördük. Əvvəlcə istərdim ki, elə bugün Gürcüstanda baş tutan 5-ci İpək Yolu forumu ilə başlayaq. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan öz çıxışında cənab prezident İlham Əliyevə təşəkkürünü bildirib ki, Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana çatdırılıb, heç bir maneə olmadan və bundan sonra da artıq bu açıqlamadan bir neçə müddət sonra Ermənistanın da rəsmiləri artıq bildirdilər ki, hətta xəritə göstərdilər ki, Azərbaycan da yük daşımalarını Ermənistan ərazisindən birbaşa Türkiyəyə çatdıra bilərlər. Mən istərdim ki, elə birinci bundan başlayaq. Təbii ki, önəmli addımdır və bu sülh prosesinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, əgər Azərbaycan işğala son qoyan, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdıran bir ölkə kimi əgər dərhal sülh təşəbbüsü ilə çıxış etmişdirsə, nəticə etibarilə indi ölkəmizin atdığı addımlardan da təəccüblənməyə dəyməz. Çünki sülhün memarı Azərbaycandır və indiki şəraitdə biz ölkəmizin davamlı olaraq sülh prosesinin irəliyə doğru apardığının şahidi oluruq. Əslində Tiflisdə Nikol Paşinyan səsləndirdiyi açıqlama, etdiyi təşəkkür diqqəti digər bir məqama da çəkir. Bir neçə il öncə həmin o Gürcüstanın paytaxtında Nikol Paşinyan sülh kəsişməsi adlı bir layihə təqdim edirdi və onda tamamilə fərqli kontekstlərdən çıxış edərək Ermənistanı, bunu hər hansı bir formada imkan olmadığı haqda, Ermənistanın bunun üçün logistik imkanlarının və ümumiyyətlə çıxışının olmadığı halda nəticə etibarilə regionun xabına çevirmək niyyətini irəli sürdü. Amma artıq regionun hansı ölkə olduğu göz qabağındadır. Azərbaycan bu prosesi hər zaman olduğu kimi öncülük etməkdədir. Və əslində bu hadisənin, yəni Ermənistana yük tranzitinin, ilk yük tranzitinin və məhz taxıl tranzitinin cənab prezident tərəfindən Astanada elan edilməsi, bildirilməsi də qənaətimə görə də təsadüfi deyil. Əslində bu da özündə ciddi bir mesaj daşıyan faktor kimi qiymətləndirilməlidir və nəticə etibarilə Ermənistan əgər prosesi bundan sonra da davamlı şəkildə irəliyə doğru aparacaqsa və yenə şərqə, qərbə və yaxud dörd istiqamətə baxmayacaqsa, yalnız üzünü regiona tutacaqsa, nəticə etibarilə artıq həm Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılan addımlar, həm də digər kommunikasiyaların açılması Ermənistan tranzit ölkəyə çevirə bilər. Bu isə yalnız Azərbaycanın səyləri, atdığı addımlar və təbii ki, Azərbaycanın müttəfiqləri ilə birgə həyata keçirdiyi layihələr əsasında mümkündür. Regiondan kənar oyunçuların prosesə müdaxilə etmək istəyən qüvvələrin regionda hər hansı bir formada söz sahibi olmadığı ötən zaman kəsiyində sübuta yetirildi.
Baxın, siz əslində olduqca önəmli detalları vurğulayırsınız, amma bununla yanaşı biz son günlərdə, daha doğrusu cənab prezidentin Qazaxıstan səfərindən əvvəl biz görürdük ki, Ermənistanda müxalif yönümlər və eyni zamanda da digər qüvvələr, xüsusilə kilsə və s. Qısa etiraz aksiyaları keçirirdilər və bu qədər iş, yəni bu qədər sülhün əldə olunması üçün atılan addımlar və Ermənistan cəmiyyəti tərəfindən də bütün bunlara baxmayaraq onlar hələ də etiraz edir. Yəni onlar nəyə etiraz edir? Onlar əslində özləri də bilmir nəyə etiraz edir. Sadəcə olaraq revanşistlərdir. Onların ipinin ucu öz əllərində deyil, xaricdən körükləndirilirlər. Məqsəd də odur ki, Azərbaycanla Ermənistan arasında anlaşmanın qarşısı alınsın. Yəni, siz fikir verin, Rusiya sülh məramlıları buradan getdikdən sonraki dövrə baxın. Ermənistanla Azərbaycan arasında bir dəfə də silahlar işləməyib. Bir dənə güllə atılmayıb, bir dənə qarşı durma olmayıb. Və əlavə olaraq da Azərbaycanla Ermənistan ikili, üçüncü tərəfin iştirakı olmadan dəfələrlə görüşlər keçirib. Bu sonuncu da cənab prezidentin elə Şərm-el-Şeyxdə Paşinyanla, yəni normal bir mühitdə görüşməsi, danışması, çay içməsi, söhbət etməsi. Əslində Azərbaycan uzun illərdir bunu deyir. Ermənistana izah etməyə çalışır ki, bizim üçüncü tərəflərə ehtiyacımız yoxdur, ikimiz anlaşa bilərik. Özü də silahla deyil, müharibə ilə deyil, sülh yolu ilə anlaşa bilərik. Təəssüflər olsun ki, bax bugün Ermənistanda o etiraz aksiyaları keçirməyə cəhd edən qüvvələr hakimiyyətdə olanda Köçəryanlar, Sarqisyanlar, yaxud da kilsənin də rolu mütləq qeyd olunmalıdır. Onlar olanda imkan vermirdilər ki, biz normal masa arxasında danışaq. Onlar indi hakimiyyətdən gediblər, düzdür, sayları az olsa da arada bir ürək bulandırmağa cəhd eləyirlər və qərarı da özləri vermirlər, onları üçüncü tərəflər hərəkətə gətirir. Amma Paşinyan da real işlər gördüyünə görə erməni cəmiyyətinin dəstəyini alır. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Paşinyan seçki keçirib, o seçkini uddu. Bu nə deməkdir? Bu o deməkdir ki, Ermənistan cəmiyyəti Azərbaycanla müharibəni istəmir, sülhü istəyir. Paşinyan da onların rəhbəri olaraq bu sülhə doğru addım-addım gedir. Yəni biz tərəfdə Azərbaycanda heç vaxt problem olmayıb. Əslində qalanda mən o 44 günlük müharibənin adını hətta bundan sonra belə deməyin tövsiyə demirəm, sadəcə olaraq deməyin bəlkə də düzgün olacağını düşünürəm. 44 günlük müharibəni biz artıq sülhə məcbur etmə aksiyası kimi də adlandıra bilərik. Çünki biz müharibə istəməmişik. Azərbaycan heç vaxt müharibə istəməyib. Ona bizi məcbur etmişdilər, biz müharibə etdik. Yəni bu bir sülhə məcbur etmə aksiyası idi, uğurla nəticələndi və hər iki xalqın xeyrinə nəticələndi. Yəni Ermənistan uduzmuş tərəf olsa da əslində udub. Nədə udub deyim. Dəfələrlə çıxışlarımda qeyd eləmişəm. Qarabağ yükü, yəni işğal edilmiş o Qarabağ bütövlükdə Azərbaycan torpaqları Ermənistanın zəif çiyinləri üçün olduqca ağır yük idi. Ona görə də bax bu 30 il ərzində Ermənistan bir addım irəli gedə bilmədi. Dünyanın heç bir ölkəsinə Qarabağ reallığını qəbul etdirə bilmədi ki, bu Ermənistanındır, biz buranı de facto əlimizdə tuturuq. Heç kim qəbul etmədi. Və baxdılar ki, Ermənistan dövlətinin büdcəsi, imkanları Qarabağa gedir. Bir tərəfdə təbliğat üçün, bir tərəfdə iqtisadi baxımdan, bir tərəfdə hərbi baxımdan və s. Ermənistan getdikcə daha da dalana dirənirdi. Və bu müharibəni uduzmaqla əslində Ermənistan qazanıb. Nəyi qazanıb? Paşinyan ona görə ikidə bir deyir ki, Azərbaycan bizim bu ərazimizi tanısın. O 28 tam neçə kvadrat kilometr ərazini. Niyə? Çünki bilirlər ki, bu günləri onu tanıttıra bilməsələr, hələ tanınmamış Ermənistan ərazisi şübhə altında qalacaq və bu da onlar üçün yeni problemlər yaradacaq. Yəni demək istədiyim odur ki, o revanşistləri də məhz buna görə qızışdırırlar ki, yenə də biz qarşı-qarşıya gələk, bir-birimizə güllə ataq, xalqlar arasında yenə də uçurum yaransın. Burada çox sayılı məqamlar var, icazənizlə ona da diqqət çəkərdim. Hörmətli Azər bəy bir sıra məqamları vurğuladı. Məsələ burasındadır ki, burada təkcə xarici amillər rol oynamır. Eyni zamanda daxildəki proseslərdə kilsə, müharibə cinayətkarları və eyni zamanda revanşçı qüvvələr də əslində öz korporativ maraqları uğrunda mübarizə aparırlar. Təsəvvür edin ki, Azərbaycanın qələbəsi, əldə etdiyi zəfər, suverenliyinin
bərpa etməsi regionda təkcə ənənəvi geosiyasi paradigmaları alt-üst etmədi. Paralel olaraq eyni zamanda Azərbaycan ərazilərinin işğalı faktoru üzərindən həyatlarını quran, siyasi alver predmetinə çevirən bu prosesi beynəlxalq müstəvidə ayrı-ayrı təşkilatlardan, donor təşkilatlarından vəsaitlər qopardılmasına xidmət edən, Ermənistan üçün və proses üzərindən lobbiçilik həyata keçirilən, bəlkə də minlərlə insanın o şəbəkənin faktiki olaraq bel sütununu qırıb. Və həmin o revanşçılar da nəticə etibarilə o prosesin tərkib hissəsidir. Yəni, baxın, ideyalar, o qondarma Böyük Ermənistan ideyası, Azərbaycan torpaqlarının işğal üzərində qurulmuş digər o saxta ideologiyalar, bu ərazilərin Ermənistana məxsus olması ilə bağlı tamamilə alt-üst edilib. Miflər dağılıb. Erməni əskərinin məğlub edilməzliyi, erməni xalqının böyüklüyü və ya fəsair və ilaxır. Bu miflər də tamamilə alt-üst olub Azərbaycan həyata keçirdiyi siyasət nəticəsində. Həmin o özlərini qəhrəman edən şəxslər cənab prezidentin vaxtı ilə qeyd etdiyi kimi yaxalarında artıq dəmir qırıntılarını gəzdirməyə belə utanırlar. Kilsə isə ənənəvi olaraq Ermənistanda saxta ideologiyanın əsasında dayanan xarici maraqları ifadə edən, faktiki olaraq canişin rolunu yerinə yetirən bir missiya həyata keçir və erməni kilsəsinin regiondakı pozucu fəaliyyəti təkcə son dövrlərlə bağlı deyil. Yəni, bütün erməni millətçi təşkilatlarının formalaşmasında və yaranmasında nəticə etibarilə erməni apostol kilsəsi, bəli, terrorçu açıq şəkildə iştirak edib. Bu qınçaqın yaradılmasında, daşnaqtürün yaradılmasında, asaların yaradılmasında və təkcə Ermənistandakı Eçmiəzdindəki mərkəz deyil, eyni zamanda Beyrutdakı mərkəzdə, Livandakı mərkəzdə faktiki olaraq bu missiyanı həyata keçirib. İndi bu missiya alt-üst olub, dağıdılıb və qənaətimə görə bu gün artıq Ermənistanda baş verənlər həmin o revanşçı qüvvələrin yenidən ənənəvi olaraq öz mövqelərini bərpa etməyə çalışan, ondan faydalanmağa çalışan qüvvələrin son çırpıntıları və nəticə etibarilə heç bir effektiv nəticə verməyəcək. Baxın, ötən gün xəbər saytlarında və sosial şəbəkələrdə də belə bir görüntü paylaşıldı. Azərbaycan hava yollarına məxsus təyyarə İrəvanda hava limanına indi və sonradan artıq məlumatda vurğulandı ki, Ermənistan və Azərbaycanın ekspert icmalarının bir qrup nümayəndəsi İrəvanda görüşürlər və artıq görüş keçirildi və görüş zamanından da bir neçə fotolar da artıq yayıldı və orada dəyərli masa təşkil olundu və Ermənistan tərəfindən Aryak Koçaryan və digərləri də orada yer almışlar və müzakirələr zamanı eyni zamanda da Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, humanitar məsələlər və digər bu sahələr. Yəni artıq biz görürük ki, əlaqələr sözün əsl mənasında normallaşır və cənab prezidentin də söylediyi kimi Azərbaycan artıq bu sülhü kağızda və hər hansı bir sənədlərdə deyil, faktiki olaraq göstərir. Və əgər ki, daha əvvələ də baxsaq, biz görərik ki, elə cənab prezidentin bu sülhün, bu ifadəsini dediyi gün elə Azərbaycan parlamentinin sədri ilə Ermənistan parlamentinin sədri arasında da görüş keçirildi və mən istərdim ki, biz artıq bunu müzakirə edək, çünki həm parlamentlər arası münasibətlər yaxşılaşır, eyni zamanda vətəndaş cəmiyyətlər arasında vəziyyət yaxşılaşır. Yəni, bununla bağlı şərhinizi almaq istərdim. Xalq diplomatiyası bu mütləq olmalıdır. Əslinə qalanda İlkin bəy də xatırlayacaq. Hələ 44 günlük müharibədən öncə də bu cəhdlər olub. Hətta Bakıda belə ermənilərlə bizim görüşlərimiz olub. Yeri gəlmişkən o çərçivədə, yəni düzdür, beynəlxalq təşkilatların xətti ilə mənim özümün də 2001-ci ildə səhv eləmirəmsə Ermənistana bir səfərim olub. Yəni biz bu təmasları həmişə davam etdirmişik və həmişə də ermənilərə izah etməyə çalışmışıq ki, müharibəsiz bu məsələləri həll edə bilərik. Qarşılıqlı anlaşmayla, qarşılıqlı güzəştlərlə. Sadəcə olaraq o vaxt Ermənistanın başında olan liderlər təbiidir ki, həm öz başına deyildilər, onlar üçüncü tərəfin idarəsi altındaydılar, həm də özləri biraz da o qələbədən, dırnaq arası qələbədən o qədər şişmişdilər ki, yəni qudurmuşdular, bir növ özlərindən çıxmışdılar və düşünürdülər ki, Azərbaycan uduzub deyə belə təkliflər irəli sürür. Amma biz sonraki illərdə də təmkinimizi qoruduq. Beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini daim
diqqət mərkəzində tutduq. Bunu Prezident İlham Əliyev şəxsən özü etdi. Təbiidir ki, ayrı-ayrı siyasi xadimlər, ictimai fəallar, media təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən də Elçin bəy də, mən də, yəni biz bunu etdik hamımılıqla və bugün elə bir vəziyyət yaranıb ki, artıq müharibə bitib, tarixi buraxırıq tarixə, keçmişlə yaşaya bilmərik, irəli baxmalıyıq. Bu iki xalq arasında etimad yaradılmalıdır. Niyə? Ona görə ki, Ermənistan bir dövlət olaraq mövcuddur. Yanımızdadır, bizimlə həmsərhəddir. Biz də buradayıq, o tərəfdə də qardaş Türkiyə var. Yəni bizim heç birimiz buradan harasa gedəsi deyilik. Xalq olaraq, nə ermənilər, nə biz, nə də qardaş Türkiyə. Nə etməliyik? Onda dil tapıb, anlaşıb yaşamalıyıq. Və bunun üçün də əlimizdən gələni edirik. Niyə bunlar hamısı alınır? Ona görə alınır ki, bayaq da qeyd elədim. O dağıdıcı, destruktiv üçüncü tərəf yoxdur. Yəni o tərəf olmadığına görə biz bunları edə bilirik. Mən düşünürəm ki, bu cəhdlər, bu cür cəhdlər davam etdirilməlidir. Yeri gəlmişkən bu vətəndaş cəmiyyəti təmsilçilərinin, ekspertlərin görüşü də 8 avqust Vaşinqton razılaşmaları əsasında həyata keçirilir. Yəqin ki, biz yaxın günlərdə, ola bilsin yaxın həftələrdə Ermənistandan heyət qəbul eləyəcəyik. Azərbaycanda da müzakirələr gedəcək. Ümumiyyətlə isə mənim həm də bir fikrim var ki, biz artıq o Ermənistan-Azərbaycan normallaşma prosesini üçüncü bir ölkədə deyil, həm Azərbaycanda, həm Ermənistanda müzakirə etməliyik. Yəni bizim ekspertlər ora getsin, onlar bura gəlsin. Yaxşı da münasibətlər yaranıb. Bizim baş nazirin müavini Şahin Mustafayev, onlarda da Mehir Qriqoryan bir-birləri ilə təmasdadılar. Prezident administrasiyası səviyyəsində təmaslar var. Bəzən elə məsələlər olur ki, çox sakitcə, rahat həll olunur. Hətta bu günlərdə məsələn Azərbaycanlı çobanın qoyunları Ermənistan tərəfə keçmişdi. Onu sakit, rahat, heç bir davasız, şavasız özləri qaytarıb təhvil verdilər. Görürsünüzmü? Deməli, üçüncü tərəf olmayanda biz anlaşa bilirik. O baxımdan mən düşünürəm ki, bu ekspert heyətinin getməsi alqışa layiqdir. Düzdür, sosial mediada biraz əsəbi adamları da görürəm arada. Şəhidlərimiz belə, müharibə belə, yəni, əbədi düşmənçilik mümkün deyil. Yəni biz 21-ci yüzyıldayıq və o reallığı da qəbul etməliyik ki, biz ermənilərin kökünü də kəsə bilmərik. Yaxud da ki, daim qisas hissi ilə yaşaya bilmərik. Elə bir niyyətimiz də yox. Heç olmayıb da heç vaxt. Çünki biz hər zaman... Təbii ki, biz hər zaman insana münasibət... Udmuş tərəfik, alicənabıq, böyüyük. Yəni Təbii ki, qalib tərəf kimi də sülhü təşviq etməkdir. Əslində bizim mövqeyimizi nümayiş etdirən bir faktor kimi dəyərləndirməlidir. Əslində burada bir çox incə, həssas məqam var və təbii ki, insanları çox yaxşı başa düşmək olar. Çünki uzun illər boyu Azərbaycan torpaqları işğal altında qalıb və torpaqlarımızı yerlə bir ediblər. Məscidlərimizi, dini abidələrimizi, tarixi abidələrimizi dağıdıblar. Xalqımıza qarşı soyqırmaqları həyata keçiriblər və bu təkcə 20-ci əsrin sonlarında baş verməyib, bu eyni zamanda əvvəllərində baş verən də cinayətdə həm də təkcə Azərbaycan ərazilərində deyil, Cənubi Azərbaycana qədər, Türkistana qədər, faktiki olaraq Fərqanəyə qədər soyqırım cinayətləri həyata keçiriblər. Amma təbii ki, bunlar unudulmalı deyil və unutmayacaq da. Heç kim unutmayacaq, heç kim keçilən yolu, əldə olunan zəfərin nə qədər çətinliklə başa gəldiyini unutmayacaq, yaddan çıxartmayacaq. Amma bununla paralel olaraq həm də hüquqi müstəvidə biz prinsip etibarilə beynəlxalq hüquqi norma və prinsiplərinə uyğun olaraq bircə, bərabər yanaşı yaşamalıyıq. Yəni, bunun alternativi olmayan bir məsələdir. İndiki şəraitdə etimadlı münasibətlərin formalaşması da vacib faktorlardan biridir. Azərbaycan bu istiqamətdə mühüm addımlar atır. Həyata keçirilən bütün bu istiqamətdə siyasət yalnız təqdir olunmalıdır və Azərbaycanın məhz təşəbbüskar kimi çıxış etməsi əslində ölkəmizin ilk gündən prosesin sülh yolu ilə həyata keçirilməsi qayəsinin məfkurəsinin bir davamı kimi qəbul olunmalıdır. Baxın, 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında qaldı və Azərbaycan bütün bu müddət ərzində problemin sülh yolu ilə həlli üçün əlindən gələni əsirgəmədi. İkili standartlar baş verdi bizə qarşı, beynəlxalq müstəvidə ədalətsiz bir mövqe sərgiləndi. Amma yenə də ölkəmiz sona qədər çalışdı ki, bu problem sülh yolu ilə həll olsun, işğala sülh yolu ilə son qoyulsun və Ermənistana
onun tərəfdarları, onu himayə edənlər başa salsınlar ki, təcavüz sona qədər davam edə bilməz. Nəhayət, Vətən müharibəsi nəticəsində bütün bu proses son qoyuldu. Mən Azərbaycan fikri ilə tamamilə razıyam. Əslində o dövrdə də yazmışdı. Bu bir sülhə məcbur etmə əməliyyatı idi, həyata keçirilmişdi. Təbii ki, bu Vətən müharibəsidir, böyük anlamda. Bizim tariximizin ən böyük, ən şərəfli bir hissəsini təşkil edir. Amma eyni zamanda termin kimi, beynəlxalq termin kimi sülhə məcbur etmə aksiyasıdır. Çünki biz müdafiə olunan tərəfidik. Biz öz torpaqlarımızı işğaldan azad edirdi eyni formada. Müharibə Azərbaycan ərazilərində gedirdi və nəticə etibarilə də təcavüzkəri geriyə oturdurması üçün başqa bir alternativ olmadığı üçün də təbii ki, müharibəni də biz başlamamışdıq. Ərazilərimizin işğalı ilə başlamışdı. Bu aspektdən də ölkəmizin atdığı bütün addımlar həm beynəlxalq hüquqa, həm beynəlxalq humanitar hüquqa uyğun idi. Azərbaycan əslində bu müharibədə bir çox nümunələr göstərdi. Yəni bəşəriyyətə ölkəmizin hətta müharibə şəraitində belə insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini nümayiş etdirdi. Zənnimcə təkcə Azərbaycanın döyüş qabiliyyəti deyil, təkcə bizim qəhrəmanlarımızın əldə etdiyi nəticə və göstərdiyi misilsiz rəşadət deyil, həmçinin də humanist rəftarın özü də belə tarixdə Azərbaycan əsgərinin, zabitinin humanist obrazı kimi, vətənsevər və insansevər obrazı kimi qalacaq. Bu aspektdən təbii başladılan yola yalnız müsbət nəticə etibarilə yanaşmaq lazım. Bu təmaslar olacaq, gediş-gəliş olacaq. Əgər biz istəmiriksə ki, üçüncü qüvvələr bu prosesə müdaxilə etsinlər və necə ki, zamanında müdaxilə edirdilər, o baxımdan da iki tərəfli əlaqələrin birbaşa təmaslar vasitəsilə inkişafı üçün bütün lazım gələn addımları atmalıyıq. Onu da qeyd etmək lazımdır ki, əslində iki tərəfli formada əlaqələrin qurulması və inkişafının özü də Azərbaycanın tələbi əsasında həyata keçirir. Azərbaycanın seçimi idi. Azərbaycan öz seçiminə uyğun olaraq da Ermənistanı bu prosesin içində yer almağa razı saldı və məcbur etdi. Baxın, Zəngəzur dəhlizinin 2028-ci ildə artıq fəaliyyətə başlayacağı ilə bağlı da dünəndən xəbərlər yayıldı və mən bir sual soruşmaq istəyirəm. Məsələn, 30 illik müddətdə Ermənistan bütün bu regional proseslərdə iştirak etmirdi, kənarda qalırdı və biz artıq Zəngəzur dəhlizindən danışırıq. Artıq bugün logistika yollarının açılması, yeni imkanlardan danışırıq ki, bu da həm eyni zamanda Asiyanı, eyni zamanda Avropanı birləşdirmək üçün Azərbaycan tam orta dəhlizin tərkib bir hissəsidir və əsas fiqurudur. Çünki məhz Mərkəzi Asiyadan gələn sonuncu nöqtə Azərbaycandır. Ermənistan 30 illik dönəmdə nələri itirdi? Ermənistan çox şey itirdi. Əslində təkcə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini xatırlasaq, Ermənistan, indi mən rəqəmlərlə ifadə edə bilməyəcəm, amma illərdir Azərbaycan nefti daşınır o boru kəməri ilə. Həmin boru kəmərinin Ermənistandan keçməsi həmin ölkəyə milyonlarla, milyardlarla pul gətirə bilərdi, misal üçün. Eyni zamanda o boru kəmərinin məsafəsi qısalacaqdı. Bu bizim üçün də, digər iştirakçı şirkətlər üçün də faydalı olacaqdı. Üçüncü bir tərəfdən də Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə əlavə töhfə verəcəkdi. Kimin günahı üzündən oldu bu? Təbii ki, işğalçı Ermənistanın. Ondan savayı kommunikasiyalardan danışırıqsa, bütün kommunikasiyalardan biz danışırıq. Yəni, yalnız burada neft boru kəməri, qaz boru kəməri, yaxud dəmir yolu və s. deyil ki. Bütün mümkün kommunikasiya, hətta bax bu, siz qeyd elədiniz ki, bizim təyyarəmiz artıq İrəvana uçub. Bu da bir kommunikasiyadır. Yəni artıq bu yolda açılır. Yəni bütün bunlardan Ermənistan qazanacaqdı. Böyük pullar qazanacaqdı. İkinci bir tərəfdən təminat qazanacaqdı. Bakı-Tbilisi-Ceyhanın özü bugün bir təminatdır. Nəyin təminatı? Misal çəkirəm. 44 günlük müharibədə Ermənistan cürət edib o boru kəmərinə doğru bir bomba belə ata bilmədi. Niyə? Əslində Gəncəni vurdu, Mingəçevirə cəhd elədi, nə bilim, Xızıya doğru hətta Bərdəni vurdu və s. Amma ora eləyə bilmədi. Çünki artıq beynəlxalq təminat altındaydı. Yəni bunun özü Ermənistan üçün faydalı ola bilərdi. O boru oradan keçsəydi. Yəni bunlardan Ermənistan özünü təcrid etmişdi. Bunu Azərbaycan dəfələrlə deyib, onlara bu çağırışlar da həmişə edilib ki, gəl münaqişəni bitirək, ümumiyyətlə normallaşdıraq münasibətləri və bu kommunikasiyalar məsələsində anlaşaq. Bir də bu sonuncu deməli Zəngəzur dəhlizi ilə bağlı
cənab prezident də orada qeyd elədi. İndi 2028-in sonuna doğru əslinə qalanda ortada yenə də üçüncü tərəf olmasaydı, destruktiv üçüncü tərəf, bəlkə də o dəhliz artıq işləyirdi. Azərbaycan görürsünüz nə sürətlə daha böyük məsafədə yolu tikdi. Faktiki bitirmək üzrədir. Dəmir yolunu da, quru yolunu da və Ermənistan hissəsi 40-42 kilometr təxminən yoldur. Yəni, hətta Ermənistan ona razılaşsaydı, üçüncü tərəfin destruktiv yanaşması olmasaydı, Azərbaycan özü oranı da tikə bilərdi. Təbiidir ki, müəyyən şərtlər çərçivəsində, yəni hədiyyə olaraq deyil. Yəni, bu şeyləri Azərbaycan edə biləcək dövlətdir. Bu iradə bizdə var, bu ürək də bizdə var. Sadəcə üçüncü tərəflər işi pozdu, pozduğuna görə də uzandı. Uzandığına görə də nə baş verdi? Tutaq ki, burada bu işləri özümüz ikilikdə həll edəcəkdik. Artıq Amerika Birləşmiş Ştatları o işin içindədir. Üçüncü bir tərəf. Bəxtimiz onunla gətirib ki, Amerika Birləşmiş Ştatları tutaq ki, ənənəvi üçüncü tərəfdən fərqli olaraq bu işlərdə destruktiv olan deyil. Yəni biz ondan destruktivlik gözləmirik, yaxud da o bizi bir-birimizə güllə atmağa məcbur etməyəcək. Digər üçüncü tərəfdən fərqli olaraq. Yəni yaxşı bir ortam yaranıb və bu ortamdan da istifadə etməliyik hər iki xalq. Biz udmuş tərəf olsaq da böyüklüyümüzü, alicənablığımızı qorumaq şərti ilə Ermənistan da uduzmuş tərəfdir, amma biz onu mənəvi cəhətdən əzməməliyik. Artıq mən düşünürəm ki, bundan sonraki mərhələdə biz onların üzərinə çox da getməməliyik ki, filan. Təbii ki, həll olunacaq məsələlərimiz var. Dediyim kimi, masa arxasında dövlətlərin rəsmiləri, müvafiq şəxslər öz aralarında ki, ictimai rəydə bu gərəksiz müzakirələr davam etməsin. Çünki Elçin bəy, siz də izləyirsiniz, yaxından Ermənistan mediasında bir də görürsünüz, bax bu cür pozitiv gəlişmələr, oradan kimlərsə çıxıb uyğunsuz ifadələrlə... Elə bu saat, bu dəqiqə mən elə Ermənistan mediasına baxırdım. Elə mi? Bax siz davam eləyin onda, söz vaxtına çəkək. Burada əslində Nikol Paşinyanın bugünkü çıxışı və cənab prezidentə Azərbaycana xüsusilə təşəkkür etməsinə bağlı hazırda Nikol Paşinyana qarşı böyük bir antikampaniya başladı. Kampaniya başladı əleyhinə. Bu proses sosial şəbəkələrdə də gedir, amma mən sizə deyim ki, əgər müqayisə etsək, Nikol Paşinyanın bundan öncəki sülh yönümlü çıxışlarının Ermənistan cəmiyyətində olan reaksiyanı və indiki reaksiya kifayət qədər zəifdir. Nəticə etibarilə bu əslində revanşçı qüvvələrin mövqelərinin getdikcə daha da zəiflədiyini sübuta yetirən faktor kimi qiymətləndirilməlidir. Əslində revanşizmi əsaslandıran bəzi faktorlar da var. Mən sizə deyim, yəni nəticə etibarilə bunların heç də böyük əksəriyyəti, hətta revanşçıların yanında yer alan həmin o sosial şəbəkə istifadəçiləri və yaxud hansısa vətəndaşlar, insanlar, onların heç də hamısı revanşçılara bağlı olan insanlar deyil. Bir qisminin sosial narazılığı var. O sosial narazılığı bu kontekstdə dilə gətirərək, yəni haykü salmağa üstünlük verirlər və yaxud digər başqa problemlər ucbatından. Bu aspektdən də əslində bu layihələr həyata keçdikcə, kommunikasiyalar açıldıqca və Ermənistanın özü də faktiki olaraq dalan vəziyyətindən çıxaraq normal bir ölkəyə çevrildikcə bu qəbildən olan çıxışların da sayı getdikcə azalacaq. Amma bu mesajların verilməsi, indi bu Paşinyan tərəfindən verilsə də prinsip etibarilə müsbət qəbul olmalıdır. Digər tərəfdən də təbii ki, Azərbaycanın atdığı addım çox böyük addımdır. Yəni nəticə etibarilə Ermənistan tərəfindən üzərinə öhdəlik götürən bir dövlət tərəfindən kommunikasiyaların açılması istiqamətində addımlar atılmadan indiki gərgin bir şəraitdə Azərbaycan belə bir addım atması və təbii ki, Ermənistan cəmiyyətinin ötürülən çox pozitiv bir mesaj kimi qiymətləndirilməlidir. Yəni bir jestdir və dəyərləndirilməlidir. Və təbii ki, önəmli bir jestdir və bunun da qarşılığının səsləndirilməsi əslində qarşılıqlı olaraq bu humanist jestlərin artmasına, münasibətlərin normallaşmasına gətirib çıxara bilər ki, bu da Cənubi Qafqazda sülhün davamlılığının təmin edilməsi üçün çox vacib şərtlərdən biridir. Və bugün Nikol Paşinyan milli toplantıda parlamentdə çıxışı zamanı qarşı tərəfə, yəni söhbət müxalifətdən gedir. O öz çıxışında bildirib ki, onlar bilmirlər ki, Ermənistan ümumiyyətlə nədir və özlərini sadəcə o zaman komfortda hiss edirlər ki, nə vaxt ki, ölkədə krizis və ixtişaşlar var. Bəli.
və bu Nikol Paşinyan bunu Milli Məclisdən deputatların, daha doğrusu onların yəni parlamentindəki o Elə Milli onlara, Məclis də onlarda da bəli, onunla bağlı belə bir ifadə səslənib və burada da xüsusi olaraq vurğulanır ki, son zamanlar Nikol Paşinyana qarşı və sırf Zəngəzur dəhlizinin açılması ilə bağlı ki, bu Ermənistanın ərazisindədir və Azərbaycana xidmət edəcək. Bu məqsəd yönlü şəkildə verilən mesajdır və bu mesajların da bir hissəsi kənardan ötürülür ənənəvi qaydada ki, bu eksklav olacaq Azərbaycan üçün və nəticə etibarilə Ermənistana hər hansı bir aidiyyatı olmayacaq. Əslində bununla bağlı mütəmadi olaraq Ermənistan cəmiyyətinə deməli mesajlar ötürülür hakimiyyət tərəfindən, həm də Azərbaycanın verdiyi açıqlamalarda təbii olaraq Ermənistanın beynəlxalq hüquq səviyyədə tanınmış əraziləri ilə bağlı hər hansı bir iddiaların ortaya olduğunu söyləmək qənaətimə görə tamamilə absurd bir yanaşma olar. Təbii ki, biz qaçqınların geriyə qayıdışı ilə bağlı məsələni qaldırırıq, amma bu insan haqları kontekstindən irəli sürülən məsələdir. Bu tamamilə fərqli məsələdir. Yəni, Qərbi Azərbaycanlıların öz yurtlarına, torpaqlarına, vətənlərinə qayıtması ilə bağlı məsələ qaldırılır, qaldırılmalıdır da. Çünki bu, o həmin insanların beynəlxalq müstəvidə, beynəlxalq səviyyədə tanınmış hüquqlarıdır. Bundan heç kim imtina edə bilməz. Onda gələk bütün insan hüquq və azadlıqları ilə bağlı olan konvensiyaların, sənədlərin üzərindən xətt çəkəsən. Bu aspektdən də ölkəmizin sərgilədiyi mövqi bu istiqamətdə də qarşılıqlı münasibətlərin normallaşmasına xidmət edən faktor kimi, aspekt kimi dəyərləndirməlidir. Əslində bu qüvvələrin Zəngəzur dəhlizindən narahat olmasının və Ermənistanın bütövlükdə regionun bir parçasına çevrilməsinin narahat olmasının daha öncə qeyd etdiyim kimi həm geosiyasi səbəbləri var, həm də korporativ maraqlar da yenə burada önəmli rol oynayır. Çünki onlar bu günə qədər Ermənistan cəmiyyətində öz mövqelərini möhkəmləndirmək üçün xarici düşmən axtarışına çıxıblar və iki əsas xarici düşmən olub burada. Azərbaycan, hansı ki torpaqlarını darmadağın etmişdilər. Bir də Türkiyə, hansına ki xəyanət etmişdilər və orada da cinayətlər törətmişdilər. Bu faktor həm Ermənistandakı revanşçı qüvvələrin, həm onları xaricdə himayə edənlərin bölgədə belə deyək, bölücülük toxumu səpmək üçün, ayrıcı xətləri inkişaf etdirmək üçün uzun illər boyu istifadə olunan bir ideoloji xətt olub. İndi bu paramparça olur. İndi Ermənistan cəmiyyətində normal insanlar görürlər ki, Türkiyə onlara hər hansı bir formada düşmənçilik etmək niyyətində deyil və əksinə sərhədlərin nəticədə sülhün tam əldə olunması, sərhədlərin açılması və nəticə etibarilə bölgədə hər kəsin mənafeyinə və birinci növbədə Ermənistan öz maraqlarına xidmət edir. Çox bəsit bir məqama diqqət çəkəcəm. Nəqliyyat dəhlizləri ilə və yollarla bağlı. Hər il Ermənistanda qış gəldikcə Lars məntəqəsində erməni maşınları dayanır, hərəkət edə bilmir və Ermənistanda ərzaq ilə bağlı ciddi böhran yaranır, yanacaqla bağlı ciddi böhran yaranır. Çünki Ermənistanın başqa alternativi yoxdur nəticə etibarilə. Amma bu Zəngəzur dəhlizi həm də alternativlər deməkdir. Həm də eyni zamanda Zəngəzur dəhlizinin gələcəkdə multimodal bir dəhlizə çevirmə ehtimalı hər zaman var və deməli İqdır-Naxçıvan qaz xəttinin vaxtilə açılışı zamanı, yəni nəticə etibarilə təməl qoyulması zamanı elan olunanda ki, bu iki tərəfli ola bilər, yəni geriyə də işləyə bilər və əslində mesaj buna ünvanlanmış mesajıdır. Ermənistanın qaz təminatının təxminən 85%-i Rusiyadan gəlir. Ermənistanın yanacaq, yəni digər məhsulları, neft məhsullarının 76%-dən çoxu yenə də Rusiyadan gəlir. Nəticə, heç bir alternativi yoxdur. Amma indiki alternativ Ermənistanı əslində bir qütbdən asılı qalmaqdan və bəlli olur ki, burada söhbət qütbün təzyiqindən getmir, yəni nəticə etibarilə. Hansısa fars-major hallar ola bilər, yol bağlana bilər və problemlər, yəni dediyimiz kimi, bu yaxınlarda bəlli olduğu kimi, deməli, yenə də Ermənistanda yük avtomobillərinin sürücüləri etiraz aksiyası keçirib yolu bağlamışlar, alternativ hər hansı bir yol qalmamışdı. Artıq yük avtomobillərinin sürücülərinin yolu bağlamışlar
bağlaması Ermənistan üçün ərzaq böhranı yaradırdı. Yəni təsəvvür edin ki, bu ölkənin durumu hansı vəziyyətdədir. Alternativ yoxdur. Bu əslində kommunikasiyaların açılması Ermənistanın öz xilası deməkdir. Zəngəzur dəhlizi bölgənin bütün dövlətlərinin maraqlarına xidmət edir. Həm rentabel olması baxımından, yəni yüklərin daşınmasının daha qısa məsafədə həyata keçirilməsi baxımından, həm digər nəqliyyat infrastruktur ilə sinerji yaradılması baxımından bölgədə olan bütün ölkələrin maraqlarına xidmət edən bir layihədir və qənaətimə görə də qısa bir zamandan sonra da bununla bağlı bütün nəticələr ortalıqda olacaq. Həm də Elçin bəy, onu da əlavə eləyək ki, yəni söhbət Zəngəzur dəhlizindən gedəndə biz düşünməyək ki, yalnız o yolu açacağıq, hər şey bitəcək. Şübhəsiz. Bütün sərhəd boyu, sərhəd keçid məntəqələri fəaliyyət göstərəcək. Naxçıvan istiqamətində də, Azərbaycanın ana torpağı istiqamətində də. Yəni bu əslinə qalanda bölgədəki o qonşu rayonların əhalisinin gediş-gəlişi, ticarəti, birlikdə iş qurması və s. üçün əlavə imkanlar deməkdir. Ermənistanda həm də elə yerlər var ki, misal üçün indinin özündə də o son proseslərdə biz gördükdə, tutaq ki, ermənilər ayağa qalxdı ki, Azərbaycan kəndlərini qaytarmırıq. Niyə qaytarmırmış? Sən demə, onların yolu oradan keçir. İndi biz o sülh prosesini bitirəndən sonra, əslində ondan sonra yenə də ermənilər istədikləri vaxt bizim ərazidən keçə biləcəklər. Üstəlik də niyə keçməlidirlər, yaxud keçmələrinə ehtiyac var? Çünki bəzən bir kənddən başqa kəndə gediş dağlardan keçir, o yol keçilməzdir. Amma tam yaxında Azərbaycanda bir ərazi var, rahat bir şəkildə oradan maşın sürüb keçə bilirlər. Ona görə də bütün kommunikasiyaların açılmasından söhbət gedir və təbiidir ki, bu açılmanın ardınca da artıq xalqların o etimadının dərinləşdirilməsi, bu bayaq danışdığımız o vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlərin bir araya gəlməsi, bunlar da ona xidmət edir. Yəni biz Azərbaycan tərəfi olaraq bir daha göstəririk ki, bütün platformalarda, bütün müstəvilərdə ermənilərlə həqiqətən də dinc yanaşı yaşamağa hazırıq. Bizim heç bir problemimiz yoxdur. Baxmayaraq ki, torpağımızı işğal ediblər, yurdlarımızı dağıdıblar, insanlarımızı öldürüblər. Biz yenə də böyüklük göstərib, əl uzadırıq, jestlər edirik və Ermənistana o yolu açırıq. Üstəlik də bu sonuncu cənab prezidentin dediyi o tranzit yükün keçməsi Qazaxıstandan, o da bir simvolik bir yükdür. Nə mənada? Çörəkdir. Buğda aparılıb Ermənistana. Yəni buğda daşınır. Bilirsiniz, bunun özü də bəlkə də bu sülh yaratma prosesində bir jestdir, bir simvoldur ki, biz bax görürsünüz, sakitləşdik, anlaşdıq, razılaşdıq, biz sizə çörək göndəririk, ac qalmayasınız deyə. Yəni mən düşünürəm ki... Xatırlayırsınızsa bir müddət o eko-aksiya zamanında onlar bir... yalandan bir... Göndərmə o vaxt mənim yadımda da, hətta mənim də o xüsusən də beynəlxalq auditoriya üçün çıxışlarım var idi. Orada qeyd eləmişdim ki, əgər doğrudan da humanitar yardım istəyirlərsə biz Bakıdan göndərə bilərik. Bir. İkincisi, lap xaricdən kimsə göndərmək istəyirsə problem deyil. Gəncə aeroportuna insin təyyarələr, o yükü biz yükləyək maşınlara aparıb erməni vətəndaşlarımıza verək. Qəbul etmədilər. Yəni arxasındakı o siyasəti özləri faş etmiş oldular. Ona görə mən düşünürəm ki, Paşinyan da bu şeyləri təbii ki, öz üzərində hiss etdi, yaşadı, gördü reallıqları. Ona görə də Azərbaycanın bu jestinə təşəkkürlə cavab verir. O revanşistlər də Elçin bəy yaxşı dedi, öləziyə, sönə-sönə gedəcəklər. Bir müddət sonra onların səsi təmiz kəsiləcək. Vaxtımız azalır və 2 dəqiqə hər birinizə vaxt düşür. Bundan sonra normallaşma prosesində hansı addımların atılacağı ilə bağlı nə proqnozlar verə bilərsiniz? Təbii ki, birinci növbədə kommunikasiyaların açılması, tədricən açılması və etimad mühitinin bərpası istiqamətində addımlar atılacaq. Paralel olaraq delimitasiya prosesinin də həyata keçiriləcəyi gözlənilir. Bu da vacib faktorlardan biridir. Həmin deməli, eyni zamanda yəqin ki, müəyyən bir zaman kəsiyindən sonra da iqtisadi fəallığın irəliyə doğru aparılması istiqamətində də müəyyən addımların atılması gözlənilir. Amma proses yəni qısa bir müddət ərzində olmayacaq. Cənab Prezident o məqamı vurğulayanda 2028-ci ildə Zəngəzur dəhlizinin açılması ilə bağlı məqamı bu həm iqtisadi faktorları, infrastruktur faktorları, həm də siyasi faktorları ifadə edir. Təşəkkür edirəm və son olaraq sizdən də etimad mühitinin dərinləşdirilməsinə ciddi töhfələr verməliyik. Bu birinci şərtdir. İkinci də destruktiv üçüncü qüvvələri aramıza girməyə qoymamalıyıq. Çünki illərlə başımız çəkib, onun nəticəsində bu vəziyyət bu qədər uzanıb, bu qədər qanlar tökülüb, bu qədər insanlarımız biz tərəfdən şəhid olub, ermənilər
düşmənlərdən də ölüb. Yəni ona görə düşünürəm ki, bu iki faktora diqqət yetirilməlidir. Ardınca da təbii ki, Elçin bəyin sadaladıqlarından əlavə bir də diplomatik münasibətlərin qurulması. Bunlar da zamanla olacaq. Yəni heç bir əngəl qalmayıb faktiki. Çox təşəkkür edirəm və bir daha xatırladıram ki, mənim müsahiblərim millət vəkili Elçin Mirzəbəyli və siyasi şərhçi Azər Həsrət idi və biz Zəngəzur koridoru ümumiyyətlə son zamanlar Ermənistanın daxilində baş verən vəziyyət və bununla yanaşı da artıq sülh gündəliyi ilə bağlı mövzunu müzakirə etdik. Lakin sağollaşmazdan qabaq bir məqamı xatırlatmaq istəyirəm ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun Athletic Bilbao İspaniya komandası Qarabağ oyununda hesab bərabərləşib və birinci hissə bitib 1-1. Odur ki, komandamıza ikinci hissədə uğurlar arzulayırıq və biz sizinlə sağollaşırıq. Xəbər axşamını izləyirdiniz. Realda isə xəbər axını davam edir.